sükuna qədər dəqiq bölməliyik. Kəf hərfinin məxrəci dilçəyin axırındadır. Yəksibun. Sin hərfi incədir. Bu dedikdə mədd ariz olacaq. 4 hərəkət miqdarında uzadılacaq. Çünki ayə sona yetir. Nun izhar edirik. Fəthəni atırıq və nunun yerinə nə gəlirik? Sükun gəlirik. Yəksibun. Nunu da bəx beləcə izhar edirik. Bəqərə surəsi demək gəlir bizə 80-cı ayə. Və qalu. Və qalu. Zəf hərfi dodaqlar qönçələnir, deyirik. Qalu. Qaf hərfi qalın oxunur. Qaf hərfinin məxrəci dilçəyin başlanğıcındadır. 2 hərəkət miqdarında qaldırılacaq. Çünki qaf hərfindən sonra təbi məddi hərf əlif gəlir. Və qalu. Lu incə. Sonra lən təməssənən nəruda. Lən. Nun